Başlayaq 11-ci sualda. Kalsium hidroksidlə ortofosfat turşusunun reaksiyasıdır. Bu suala aid əslində mənim YouTube kanalımda bir geniş izahlı güvən test topusundan bir sual izahı var. Onu burada videonun yuxarı hissəsində qeyd edirəm və yaxud da ki, açıqlamalarda link şəklində yerləşdirəcəm. Oradan baxa bilərsiniz. İndi mən bunu sizə rahat yolları necə yaza bilərik və necə saxlaya bilərik, onu öyrətməyə çalışacağım. Deməli, kalsium hidroksid və ortofosfat turşusudur. Mollardan asılı olaraq alınan maddələr dəyişə bilər. İndi burada 4-3 mol verilib. Əvvəlcə hidroksidlərin OH sayılarına baxaq. Deməli, 8 hidroksil qrupu var, 9 H qrupu var. Mən burada həmişə necə eləyirəm? Mən bir yol budur ki, 9-dan deməli 8-i çıxanda 1 H qalır. Düzdür, 1 H qalırsa demək alınan duzlardan biri normal şəkildə ortofosfat turşusudur, kalsium ortofosfatdır, yəni. Biri isə kalsium hidroortofosfat, yəni alınan duzlarda sadəcə bir hidrogen var anlamına gəlir. Burada da bilirsiniz ki, hidroortofosfat yazanda da bunu da açıqlayayım ki, turşu qalığı neçə hidrogen itirirdisə, o qədər valentlik göstərirdi. Burada da turşu 2 hidrogen itirdiğində turşu qalığı 2 valentli olur. Burada da bu məlumat olaraq vermək istədim. Və yaxud da ki, necə bilə bilərsiniz? Başqa bir yol. Baxırsınız, deməli, alınan duzlarda 4 kalsium və 3 PO4 qalığı olmalı toplayanda. Burada da görürsünüz 3 PO4 qalığı var, 4 kalsium var. Belə də baxa bilərsiniz. Deməli, aşağı hissədə digərini yazsam, kalsium hidroksid bu səfər